bu məktəbin təsis olunmasında ən böyük rolu daşıyan Həzrət Əli əleyhissalamın şücaətli qızı xanım Zeynəbdir. Aşuraya qədər İmam Hüseyin ağa əshabı işin gördü. Əllərindən gələni elədi Allahın dininin qorunmaq üçün. Aşuraya qədər vuruşdular. Həzrət İmam Hüseyin ağa onları haqqa dəvət elədi. Onları başa saldı, yenə başa düşmədilər. Dedi, haram yemişsiniz, haram tişələr qarnınızda var, mənim sözümə qulaq asmırsınız. Təsir eləmir bu mucizələr. İmam Hüseyin ağa şəhid olandan sonra, əshabı şəhid olandan sonra bu məktəb ki, bəna olunmuşdu, təsis olunmuşdu, yenə də təhlükənin üz-üzə idi. Bu rolu kim ifa edə bilərdi? Kərbəla qəhrəmanı Zeynəb. Salamullah aleyha.